Sabahınız xeyir. Merhaba. Zara gelirik, Poliklinikaya gedirik. Hara gedirik? Poliklinik. Bizim poliklinikada Panelli kapan başı bu. biz gedirik poliklinikaya. Bizim poliklinikada lor həkimi yoxdur, eləmə bala. Qulaq eşitmə həkimi yoxdur. Ona görə də məcbur başqa bir poliklinikaya yönləndirirlər bizi. Ona görə oraya gedirik. Avtobusu gözləyirik gəlsin. Gördüm. Avtobus gəlir. Ramin mindi, biz minlənmədik, qaldıq çöldə ikimiz. Babam bizi terk etti. Neyse, indi gedirik. O biri dayanacağa gedirik ki, orada en azından 2 dənə avtobus keçir də Xətayiyə getmək üçün. Xətayiyə gedəcəyik. Türkiye'ye. Burada alışıq deyiləm çöldə tutub telefonla çəkməyə. Demək olar, yəni bu ilk çəkişimdə. Ondan qabaq Xarqovda elə belə yalandan çəkiliş eləmişdim. Ərvə gəlir mənə telefon əlimdə tutub video çəkmək. Nə içərim? İçərimdə mənə dəstəkçimdir. Nə deyirəm? Hə. Ramin mindi. Qabaqda yer olmadı ki, biz də minək. Yəni gedib mən normalda qabaqdan minirəm, kartı vururam. Ramin də arxadan uşaqlarla minir orta. Papa Şeydən. kartı ne tər vuracak? Orada yəqin ki, birindən xahiş elədi, kart bizdə qaldı. Çip doluydu avtobusun içi. Çıxdıq qulaqdan. İndi gedirik gözə. Daha doğrusu Neftçilər xəstəxanasının orada rop müayinəsi orada var imiş. Uşaqların inşallah rop müayinəsi eləmək lazımdır da. İnşallah yaxşı həkim çıxar qabağımıza. Bilmirik nə tərəf həkim çıxacaq. Qulaqlar yaxşı dedi, hər şeylər normaldır dedi. Amma dedi, deyilənə görə bu şeydəki kimi bizə orada cihaz demişdilər, bağlayacaqlar. O cihazdan istifadə olunmur. Yəni o cihazı dedi göndərməyimizi çox çətin olar. Azərbaycan dedi xəstəxanalarında o yoxdur. Bilmirəm ki, ətər olacaq. Elə bu barədə bir bilginiz varsa yorumlarda mənə yazın da. O uşaqlar tez doğulduqlarına görə bunları xüsusilə cihaza bağlamaq istəyirdilər. Bu cihaza bir sürü belə cihaza bağlayıb qulağın eşitməsini yoxlayırlar da. Uşaqlar yatmış şəkildə olur onda. Burada da dedi o yoxdur və onu şeyləmək, onu yoxlatdırmaq çox çətindir yəni dedi. O dərəcədə inkişaf eləməyib. Bilmirəm. Əgər bu barədə bir fikriniz varsa mənə rəylərdə yazın. Çünki mən burada heç bilmirəm. Bu barədə heç bir fikrim yoxdur. Ətrafımdakılar da bilmirlər. Xəstəxanaya getdik. Deməli, rop müayinəsi orada yoxdur. Neftçilər xəstəxanasına göndərmişlər bizi. Dedilər göz müayinəsi icbari sığorta ilə oradadır, amma yox imiş. Daha doğrusu var, uşaqlar üçün yoxdur. Körpü təzə doğulmuş uşaqlar üçün OMD-yə gedəcəyik. Sağ olsun orada həkim mənə nömrəni verdi, adını da verdi. Hansı həkimin yanına gedəcəyəm. İndi daha bugün qaldı. Bugün getməliyik ora. Çünki uzaqda həm də Kərimin analizlərini verməmiz lazımdır. Ona görə təzədən poliklinikaya gedirik. Uşaqlar müayinədən keçiblər, kitabçalarını aparıb vermək lazımdır poliklinikaya. Onları həll eləyək bugün. Çox istidir, pişdim yəni. Bir də mənə maraqlıdır da bu. Yəni hamı sıra götürüb, hamının sırası var. İçəriyə də hamını sırayla çağırırlar. Sırasız da heç kimi buraxmırlar. Amma hamı qapının ağzındaydı. O milləti keçənə qədər məni tərsu, stres hər şey bastı. Yəni onsuz da bu sıra sistemi var. Onsuz da sizi içəriyə sırayla çağıracaqlar. Yəni niyə belə eləyirsiniz də? Qapının ağzına o boyda millət hamı yığılıb. Əksəriyyəti də yaşlılar idi. O yazı qapıdakı oğlan hamı onunla dalaşırdı. Bayaq Raminə deyirəm ki, həkimlər qədər maaş ona verilməlidir ki, o hamı ilə çənə döyürdü orada. O elədiyi şey heç kim görməz. Bilmirəm ki. Məsəl üçün dedim. Seçim sen. Böyle gittiğinde şaşırız. Gittiğince böyle cedece. Çok güzel. Bunlarla böyle yapıyorum. Bu yanca. Allah'ım ya. Hocam. Ben de ayaklar görsen. Yüzlerce yaşlı. Onun yoxsa gəlir. Bağlayay. Bayıklanmadı bayıkla. Bayıklanmadı bayıkla. Çöde bayıkla. Və biz poliklinikada bütün qeydiyyatlardan, bütün
analizlərdən, zatdan, hər şeydən, həkimlərdən hamısından keçdik. Çox şükür hər şeyləri yaxşıdır. Prosto biraz uşaqların qanı açıqdır. İndi biz də gedib Raminə qanımızı yoxlatdıracağıq. Bizim də qanda azlığımız ola bilər. Baxdırmaq lazımdır. Ümumiyyətcə parkinqadan biz də keçməliyik. Qeydiyyata da düşmək lazımdır. Uşaqların işlərini həll elədik. Çox şükür. Kərimi də, balacaları da. Bütün hamısından keçmiş olduq. Həkim sadəcə qan dərmanını verməyə davam eləyin dedi. Bir aydan sonra təkrar yoxlayacaqlar qanlarını. İnşallah qanları yaxşı çıxar. Vitaminlərini də yoxlatdıracağıq. Vitaminlərini hələ ki yoxlatdırmamışıq. Bir onlar qalır. Onları da yoxlatdırmaq lazımdır. Amma mən gəlməmişdən qabaq aprel ayında yoxlatdırmışdım. Hamısı yaxşı çıxmışdı. Biraz qanları az çıxmışdı. Ən çox da dənizin qanı az çıxmışdı. İndi görək də hansında necə çıxacaq. Bir aydan sonra təkrar bir yoxlanışa gedəcəyik. Burada isə ilk dəfə metroya minirik. Metronun qapıları amma çox dar idi. Bu şeyini heç xoşumuza gəlmədi. Metronun qapıları dediyim qatarın qapılarından danışmıram. Metroya giriş qapıları var, hansı ki kartı vurmadan öncə olan qapılar. O qapılardan söhbət gedir. Qapılar çox dar olduğu üçün biraz əziyyət çəkdik, düzün sözü. Çünki uşaqları qucağımıza aldıq, o qapılardan kalyaskanı keçirtdik. Ondan sonra uşaqları təzədən kalyaskaya qoyub aşağı düşürdük. Bir də lift olmadığı üçün, yəni o da bir ekstra bir zəhmətdir. Heyf ki, çəşki yəni lift olsaydı, mən çox baş anlamıram ki, bu əlil arabalarında olanlar nə edirlər, əziyyət çəkirlər məncə. Hamınızı yeni bir gündən salamlayıram. Nəhayət evdə video açdım. Bu ikinci dəfə də evdə video açıram. Peki video açma bilmirəm nə. Evdə adam olduğuna görə yox əslində. Tamamen mənim özümdən qaynaqlanan bir şeydir. Nəsə hələ oturuşa bilməmişəm, bura alışa bilməmişəm mi deyim. Yəni bilmirəm dəqiq. Nəysə. Çay qoyuram. Suyun səsidir. O məsələn durduq, yemək yedik, heç nə çəkmədim. Evi təmizlədim, heç nə çəkmədim. Deyirəm də alışmamışam sanki. Hələ də bura. Uşaqların paltarlarını atacağım yuyulmağa. Balacaların bir sürü paltarı var. Atacağım onları yuyulmaya inşallah. Nəysə, indi bir dənəsinin yaxasında dünənləri. Bu arada uşaqları poliklinikaya qeydiyyata saldıq. Dərmanlarını da dərmanların deyəndə peyvəndlərinin ilkini oldular. Peyvənd heç olunmamışdı bizim uşaqlar. Orada peyvənd olunmamışdılar. Çünki orada bizim yabancılar şöbəsi deyə bir yerə verirlər. Əvvəllər belə şeylər yox idi. Suriyalılar üçün atdıqları bir şey var, şöbə var. Yabancılar şöbəsi. Elə bilin bir poliklinika kimi. Yabancıların poliklinikası. Uşaqları ora apardım. Mən getdim orada çox aşırı ciddi idi. Hətta hansısa bir vlogumda bunun haqqında danışıram. Ona görə mən orada peyvənd vurdurmadım. Ona görə də peyvənd vurdurmadığıma görə dedim ki, Azərbaycana gəlib burada vurduraram. Nəysə, uşaqları qeydiyyata saldıq, analiz verdirdik. Qanları aşağıdır. Biz də analiz verəcəyik. Hələ verməmişik. Bir sıra ilə işləri görürük. Bu arada ROP müayinəsi üçün hələ getməmişik. Xəstəxanaya gedəcəyik inşallah. OMD-yə gedəcəyik. Sonra peyvəndlərinin ilkini vurduq dedim. Başqa nə qaldı? Uşaqlar pis keçirtmədilər bu arada. Yəni belə deyim, qızdırmaları falan filan oldu. Yox, olmadı çox şükür. Bir problemləri olmadı. Yəni yaxşı keçişdi onlar üçün. Başqa dünən mən xəstələnmişdim, çox pis idim. Yəni mədəm, zadəm çox bərbad hiss eləyirdim özümü. Uşaqlar da çox ağlayırdılar. Fikirləşdim ki, yəqin bəlkə onlar da mənim kimidirlər. Prosto dərdlərini deyə bilmirlər, haralara ağrıyır. Hər ehtimal ağrı kəsici də verdim onlara. Çünki ondan bir gün qabaq peyvənd vurdurmuşduq, yəni dünən yox, sırağa gün. Həm elə bilin o peyvəndi təsiri də ola bilərdi, sürə bilərdi. Həm də mənim kimi xəstələnmiş də ola bilərdilər. Ola bilirdi. Dilim söz tutmuş. Ola bilərdilər dedim. Hə. İndi çöl paltarlarının bəzilərində ləkə var. Onlara ləkə təmizləyici sıxmışam. Bu arada reklam deyil. Prosto böyük ihtimalla bilirsiniz, Faberlic'in belə bir məhsulu var. Ləkə təmizləyici, paltarlardan ləkə çıxarıcı. Mən məmnun qaldım bundan, pis deyil. İndi məsələn sizə göstərim.
Bura dünənləri uşaqlara kalpol vermişdim. Nurafenin başqa bir versiyonu da türk versiyonu. Burada deyəsən adı elə Nurafendir. Paracetamol da vermişdim. Onu dəniz içəndə tüpürdü. Hər ehtimala vururam ki, birdən ləkəsi qalmasın. Belə sıxıram üstünə. Hətta içində bir damcı qalıb. Qaldırım, sıxım daha yaxşı olur. Sıxdım ki, ləkəsi qalmasın. Bu örtülərini, burada. Buna pomadam dəymişdi. Hər ehtimala buna da sıxım. Yuyandan sonra ləkə qalmasın. Buna da dəymişdi. Sıxmışdım, amma yenə hər ehtimala sıxıram. Təkrar üstünə. Bu arada yani yüngül bütün ləkələri çıxardır. Çox güclü. Məsələn, bir də görsə atlarını batırırlar, bellərinə qədər keçmiş olur. O ləkələrdə bəzən deyə bilir. Yəni tamamilə təzələnməyə bilir, amma genel olaraq bütün ləkələri çıxardır və mən məmnun qalmışam bundan. İndi paltaları bir-bir yoxlayıram. Hansında ləkə var, hansında yoxdur. Ləkə varsa əgər ləkə çıxarıcı sıxmaq istəyirəm, amma xatırladığım qədər heç birində yoxdur, çünki bunun burasında var. Görürsünüz belə sarı sıxıram. İndi nə dərəcədə təmizləyər ya yox bilmirəm. Orada mənim sıxdıqlarımı görmüşdünüz vloglarda. Onlardan çox məmnun idim, amma burada onlardan yoxdur. İndi buradakilara da alışana qədər mənə zaman lazımdır. Bir hamısını kontrol edirəm. Bunun yaxasında sarı ləkə var. Yəqin ki, dərmanı deyil. Qan dərmanı verəndə bəzən tüpürürlər. O da ləkə saxlayır. Belə hamısını yoxladım. Təmizdir, heç birində problem yoxdur. Hamısını atım, indi yuyulsun qəşəkcə. İçlərində corablar imiş ki. Bu paltarıya maşının burasında boşluq var. Ona görə corabları tək ata bilmirik. Məcbur bir şeyin içinə qoymaq lazımdır. Bunları da qoyum hər ehtimalı birdən. Düşərlər ora. Başqa nəsə var? Bu da balacadır. Bunu da qoyun bunun içinə. Birdən bu da düşər. Bunları attım bunun içinə. Hamısını bir yerdə. Atıram makinaya. Bu arada burada belə uşaq paraşoku vardı. Onu aldım. İçərimdə yadımdadır ki, belə bir şey istifadə edirdim. Amma onda sulu yox idi. Var idi, mən tapmamışdım. Nə idisə qurusunu istifadə edirdim. Yadımdadır ki. Məsələn, burada Unibaby zad görmədim. Əgər hardasa satırlarsa, mənə desəz pis olmaz, çünki mənim, məsələn, bunun ətri çox da ürəyimcə deyil. Unibaby'nin ətri daha qəşəngdir. Paraşok almışam nəysə də, amma ətri necə Unibaby'nin üçün istifadə etmək istəyirəm. Bunun içinə sargüc sıxmışam. İndi sargüclə bunun için təmizləyim. Sayıca dişdik. Təmiz ləkəli olur. Bu arada ürəyim gedir də böyük. Vannalar üçün çox sevirəm. Çeşli deyildi bu arada. Sadəcə sayıca tökülmüş, daha ləkəsi qalmışdı. Su ləkələri var idi. Onlar təmizlənsin deyə tökdüm. Şey kimi elə. Bütün o su ləkələrinin zadını da apardım. Və oldu təmiz. Bu mənim fındığımdır. Bu mənim balımdır. Siz bunu tanıyırsınız mənə. Bu bilirsiniz nə hayasız olur. Bu yatmır, bu bizi incidir. Sürekli ağlayır. Aşkım. Çok hayasız olmuşsun sen. Bu fındıkçadır. Damla xanım. Dəniz xanımı bayaq yatırırdı papası. Hə aşkım. Hə bir tane. Hə canım cüzüm. Hə çaydanımız kaynadı. Sonra çay sözümündə çay. Mənim bardağımı yekəliyib. Sevmirəm də balaca bardaqda çay içməyimi, heç mənlik deyil. Bunun üçün ürəyim gedir. Bunu Eltimin qohumu var, o eləyib onun üçün, əllə ilə tikib. Deməli çayı dəmləyir, bunu qoyur belə qəşəkcə bunun üstünə. Çaydan, bu çaynik soyumaq bilmir də. Süper bir şeydi. Hem çaynikı sürekli istiləməyə ehtiyac yoxdur. Çaynik qəşəng isti qalır. Böyle papağa qoyuruq başına, süper. Yəni əgər belə bir şey düşünən varsa, eləyə bilən varsa, əl qabiliyyəti olan varsa, məncə yəni dəyərləndirə bilər. Çox yaxşı bir fikirdir. Bu da mənim çayım.
Fındıktı bu. He? Fındıksan sen. He. Sıfatlar eləməyi öyrənib bu. Acayip acayip sıfatlar eləyir. Ağzını burnunu büzür. Eləyirsən? Hə. O biri də yapışır buradan, qalxır. Bu arada dırnağımı elətdirdim. Təzəlikcə belə eləyim, odaqlasın dırnaqlarımı. Bir şey göstərmir biraz da. Əslində rəngi pəmbədir. Belə göstərim. Heç odaqladı məni. Hə. Pəmbədir, üstündə də belə beyaz rəngdə nöqtələr. Hə, aşkım. Ha, bir tanem. Dibe bak dibe, dibe bak dibe. Tam yemeli konfet. Ertəsi gündən hamınıza salamlar. Bugün burada göstərirəm kombinimi. Çünki biz hazırlaşdıq, gedirik rob müayinəsi üçün OMD-yə. Hətta sizə demişdim bu vlogda ki, neftçilərdə bizi qəbul eləmədilər. Çünki uşaqların göz müayinəsi ancaq OMD-dəymiş, ona görə ora gedirik. Burada hətta uşaqları cüt geyindirmişdim, amma heyif ki üstlərinə qusdular, sonra da əyinlərini dəyişdim. Yenə də kombinləri çox şirin olmuşdu. Sabahınız xeyir, Rami mənə loğa qoyur. Mən kamerada atmamış, mənə sabahınız xeyir. Sabahınız xeyir. Bir an orada qalmışdım, ballar yurdu axırıncı dəfə. Sonra da kameranı açmadım. İndi gedirik rob müayinəsinə. Uşaqların ikisində rob müayinəsi eləyəcəyik. İnşallah. Normalda tez çıxmalıydıq, amma bayağı yuvandıq. İçində neysə sakitləşdi. Bir anda qəşəng babot külək var. Yaxşıdır, pisdir də bilmirəm. Başımda 3 tane çolka var, elə bütün gün ağlım onlarda qalacaq. Çıxdıq oradan. Çıxdın? Çıxdıq. Bir yerdə çıxdıq. Deyəcəkdim, bizdə də Kapital Bank var, şey var, Halk Bank, Ziraat, pardon. Var da. Mesela biz getməmişdik qabaq ziraat açıldı da burada. Eyni amma deyil də. Yox, yox. Yapı kredi de var da burada, eyni deyil o. Mesela Birləşik deyirlər, bir-birlərindən xəbərsiz işləyirlər. O necə olur? O orada keçərli deyil da. Çox mənasız. Ziraat biraz dünyavi bankdır genəlliklə. Amma dövlətindir. Tamam da dövlətin da. Nəysə. Yapı kredi de özeldir. Türk bankıdır. Nəysə, çıxdıq, rob müayinəsi sənədlər. Həkim dedi ki, gözləri yaxşıdır. Yəni, mən inanmıram ki, gələcəkdə onların lazerə ehtiyacları olsun. Amma 1 yaşına qədər perimetri uşaqlar lazer nə idi? Müayinə olunmalıdır. Ona görə də, yəni 1 ay yarımdan sonra təzədən yenə gətirəcəyik. Hadi. Yıxılmışdı. Yollara baxıram da. Bir dənə bizim sizləyimiz qəşəngdir. Hər yerdə yolların ətrafında. Külək demirdim. Hər yerdə yolların ətrafında ağaclar var. Adama ləzzət edir. Hər yer yaşıllıq. Adamın da oradan xoşdur. Bir də pis şey, xoşuma gəlməyən şey deyəcəm. Pis dediyim ya, xoşuma gəlməyən. Metro qapıları var. Metroda niyə qapı var? Gözləyəydin də. Metroda niyə qapı var? Metro qapılarından bizim kalyaskamız keçmir və bizim kalyaskamız əkiz kalyaskalarının içində ən balaca kalyaskadır da, ən dar olan kalyaskadır. Yəni normal yekə bir nəfərlik uşaq üçün olan kalyaskalardan bir tık genişdir, çox az. Qapılardan keçmir. Yəni o metroda. Metroda ümumiyyətlə niyə qapı var? Yəni elə qapı qoyun ki, bütöv açılsın, bağlansın da bu. Əziyyət çəkirik. Uşaqları qucağımıza alırıq, metronun qapısından keçirdirik, təzədən uşaqları içinə qoyuruq. Bir də buranın nəyini sevmirəm? Keçidlərin heç birində lif yoxdur. Bu uşaq arabalılar Bakıda neyniyirlər? İndi Ramim var mənim yanımda, deyək ki, mənə kömək eləyir. Anayam, tək çölə çıxmışam, uşaqlarımla harası gəzməyə getmişəm. Onda da Azərbaycan xalqının vətəndaşları yardım. Amma elə yerdəyəm ki, o an orada heç kim yoxdur.
sakitçilikdir küçə deyək ki. Yəni Tünlük küçələrdə nə işin var? tünlükdən danışmadım ki, sakitçilikdir deyə. Yəni niyə lif yoxdur? Metroya düşməyə lif yoxdur. Metroya pilləkənlə düşürsən. Sonra keçidlərə düşməyə lif yoxdur. Keçidlərə pilləkənlə çıxırsan. Eskalatorda olsa yenə eyni şeydir, fərqi yoxdur yəni. Yenə də pilləkən kimi bir şeydir yəni. Bu alçaq boyutları. Hə, bir də bu. O əziyyəti göstər bir dənə. Kalyaskan qabağın qaldı. Bu ağıl arabası necə çıxsın? Hada indi biz Kalyaska ilə çıxdıq buradan. Deyək ki biz çıxdıq. Yazıq, mən həqiqətən bax burada pilləkəndir. Vəbşi ümumiyyətcə yoxdur düşən yer. Burada da pilləkən şey var ha. Kalyaskan öncədən var. Alıb Hada qucağına alır düşürdür. Yəni bu əlil arabasında olan neynəsə? İndi biz Kalyaska ilə, Kalyaskanın təkərini bir şəkildə qabağını qaldırıb bir tər bücür. Amma buradan məsələn bir tər bücür düşmək mümkün deyil. Mütləq bir nəfər. Hələ buna bax, burası daha betərdir. Burası daha betərdir. şuradan yoxsul. Hə. Yəni bu əlillər necə gedirlər bu yolları? Mənə çox maraqlıdır. Yəni mümkün deyil də. Hamısında normaldır. Səkilər bu arada bu şeyimiz çox gözəldir. Yolda yeriməyə yer var. Bu da məsəl üçün yollarımız çox genişdir. Bu çox qəşəngdir. Adam yolu, insan yolu var. Onlar genişdirlər, əladır. Çox xoşumuza gəlir, amma Kalyaskalar üçün, bu əlil arabaları üçün düşəcək və ya çıxacaq yerlər yoxdur. Ramin indi yolun ortası ilə gedir. Ramin göstərir. Yolla gedir. Çünki bunların hamısı pilləkəndir. Burada pilləkəndir. Məcbur o yolla gedəcək. Mən də yolun qırağı ilə gedirəm. Bax bu şeyimiz çox gözəldir. İnsanların yeriməyi üçün çox geniş yer var. Türkiyədə bunu asla tapa bilməzsiniz. Yollar, insan yolu, piyada yolu o qədər dardır ki, o qədər pisdir ki. Yəni yolun ortasına rəsmən yerimək zorunda qalırsınız məcburiyyətində. Prosto oranın bir dənə şeyi yaxşıdır ki, düşüb çıxan yerlərin hamısında onu mütləq qoyublar. Adam yolu olmasa da o mütləq var. Bir də keçidlərdə lift var. Burada keçidlərdə lift yoxdur. Metroda lift yoxdur. Metroda lift önəmlidir. Alın, bu boyda pilləkəndir. Bir damızı bura bunu qoyublar. Yəni mən buradan düşəndə Kalyaskamla bir yerdə sürüşərəm. Baxın, oradan mən düşəndə Kalyaskamla bir yerdə sürüşərəm. Aşırı dikdir, sürüşkəndir, üstünə tırtıqlı heç nə qoymayıblar. Bu yəni yol məsələsində belə şeyləri xoşuma gəlmədi. Amma adam yolunun genişliyinə söz olanmaz da. Yəni təkərli deyilsənsə superdir. Yəni çox rahatdır. Aşırı belə yayıla yeriyirsən yolda. Bu şey əladır. Bir də hər yer ağaclıqdır, yaşıllıqdır. O qədər də ləzzət eləyir. Çox xoşuma gəlir. Nə qədər də betonlaşma da olsa Bakıda, amma hər yerə ağac əkməklər çox qəşəngdir. Yəni hər yerdə yaşıllıq var. Gəlmişəm köhnə məhəlləmə. Ayda 4 il, 3 il, 4 il. Bu yolları yuxarı, aşağı, yuxarı ən çox burada qalmışam da, o birlərində az qalmışam. 2 il burada qalmışam. Ən son burada qalmışam, 2 il qalmışam özdə. Bu yolu üzü yuxarı, üzü aşağı gəlib gəldim. Təzə bazara gedən yoldur. Buradakı binaların bir çoxunu söküblər bildiyim qədərilə. Yuxarıdadır mənim evim. Mənim evim yuxarıdadır. Mənim evim yuxarıdadır. Buradadır. Səhv deyiləm. Bu binlər. Yəni təzə tikməyiblər də bəlkə. Mən görməmişəm. Yəni bunlar yox idi. Bu nədirsə bax, bu da yox idi. Bunu elə bizim binaları söküb onun yerinə tikiblər. Bu yekə hündür binadan bahsedilir. Hə. Buradaydı da. Bu söküblər də, sökməyiblər hələ. Oradadır da. Arxası söküblər. Arxanı söküblər. Söküblər deyəsən arxanı. Baxa, yarımçıq oxşur arxa. Yox, sökməyiblər. Otaq yoldaşım da işi buraları söküblər amma. Yox, sökməyiblər. Durur. Yanında şey var idi. Balaca bir market var idi. Yadında deyil. Bu olmalıdır Rami. Çünki yanında belə bir dənə market var idi. Amma bu nədirsə bu yox idi. Yəni bunlar sonradan olub.
Buydu da qapıyı astı valla. Ha, mənim yaşadığım yer. 2 il burada yaşamışam. Aa, düz deyir də söküblər. Qabağa bax. Bir damcı bu ortalıq qalır. Hə? Ola bilər. Söküblər, düz deyir. Burada şey vardı. Orada da bir dənə yekə bina var idi. Onun altında bir mağaz, market var idi, o var idi. Nəminə plaza. Ha, bunlar təzədir. Bax, bunlar yox idi. Bunların yerinə hamısı balaca balaca. Yo, bu var idi Gülistan Residence. Var idi bu. Hayır. Yo, bu var idi. Bu var idi. Bundan üzbəyiz o tərəfdə də bir bina var. Yavaş-yavaş gəldim videonun sonuna. Uşaqları yerə uzadıram ki, rahat həm fırlansınlar, həm iməkləməyə başlasınlar. Onlar üçün daha yaxşı irəliləyiş olar və bu şəkildə daha yaxşı yerlərində dönə bilirlər. Damla yarımçıq dönür, Dəniz isə tam dönə bilir. Tam dönüb amma iməkləmir. Sadəcə dönür və dönəndən sonra da tərpənə bilmədiyi üçün və tez yorulduğu üçün başlayır ağlamağa. Nəysə, videomu buraya qədər izlədiyiniz üçün hamınıza təşəkkür edirəm. İnşallah bəyəndiyiniz bir vlog olar. Vlogumu bəyəndiysəniz bəyən tuşuna basmayı və kanalıma abunə olmağı unutmayın. Öpürəm, hələlik.